Hər birinizi salamlayıram. AqroTV Azərbaycan olaraq xüsusi buraxılışımızla qarşınızdayıq. Bugün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO-nun Azərbaycan nümayəndəliyindəyik. 80 illik fəaliyyətini qeyd edən FAO-nun gələcəklə bağlı planları, ölkəmizdə gördüyü işlər və eyni zamanda kənd təsərrüfatında gördüyü layihələr barəsində ən son məlumatları öyrənmək üçün nümayəndə cənab Nəsər Həyatla həmsöhbət olacağıq. Thank you very much. FAO-nun 80 illik yubileyinin qeyd olunmasında sizə və AqroTV-yə bizimlə olduğunuz üçün təşəkkür etmək istərdim. Sizinlə tərəfdaşlığımıza böyük önəm veririk və FAO-nun mesajını Azərbaycanın xalqına çatdırmaqda göstərdiyiniz dəstəyi yüksək qiymətləndiririk. FAO-nun dünyada 80 illik fəaliyyəti kontekstində Azərbaycan nümayəndəsi kimi sizə ən çox qürurlandıran nailiyyətləri hansılardır? Thank you. Təşəkkür edirəm. Azərbaycandakı FAO nümayəndəsi kimi yalnız bir nailiyyəti qeyd etmək çətindir. Lakin bəzi mühüm məsələlərə toxunmaq istərdim ki, FAO olaraq bütün əməkdaşlarımızla birlikdə onların üzərində fəxrlə dayanırıq. Bunlardan ən böyüyü Rinderpest xəstəliyinin aradan qaldırılmasıdır. Rinderpest heyvanlar arasında yayılan bir xəstəlik idi və dünyada fermerlərə böyük zərər verirdi. FAO üzv ölkələrlə birlikdə bu xəstəliyin tamamilə dünyadan silinməsinə nail oldu. Vurğulamaq lazımdır ki, bu dünyada tamamilə aradan qaldırılan yalnız ikinci xəstəlikdir. Birincisi insanlarda çiçək xəstəliyi, ikincisi isə heyvanlarda Rinderpestdir. Bundan əlavə, FAO-nun son 80 ildə əldə etdiyi digər mühüm uğurlar da var. Onlardan biri qida təhlükəsizliyi və qidalanma məsələlərinin yenidən diqqət mərkəzinə gətirilməsidir. FAO 1974-cü ildən bəri dünya üzrə qida təhlükəsizliyinin və qidalanmanın vəziyyətini monitorinq edir və bu sahədə vəziyyəti üzv ölkələrlə və beynəlxalq ictimaiyyətə mütəmadi olaraq təqdim edir. Bundan başqa biz iqlimə uyğun ağıllı kənd təsərrüfatı sahəsində də əhəmiyyətli işlər görürük. İqlim dəyişikliyinə uyğunlaşmaq yolları üzərində işləyirik. Həmçinin FAO tərəfindən dəstəklənən və ev sahibliyi edən bitki genetik resursları üzrə müqavilədə dünyanın bioloji müxtəlifliyinin qorunmasında da mühüm rol oynayır. Təcili yardım və münaqişə vəziyyətlərində məcburi köçkünlərin reabilitasiya sahəsində də FAO çox mühüm işlər görmüşdü. Son 80 ildə gördüyümüz işlər nəticəsində deyə bilərəm ki, FAO olmasaydı, dünya indiki qədər yaxşı bir yer olmazdı. FAO-nun Azərbaycandakı fəaliyyəti illər ərzində necə dəyişib və hansı əsas mərhələləri vurğulamaq istərdiniz? FAO və Azərbaycan arasında çox yaxın bir tərəfdaşlıq mövcuddur və bu əməkdaşlığın həm Azərbaycan, həm də FAO üçün davam etməsi çox önəmlidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra FAO prosesinin bir hissəsi olmuşdu. 2015-ci ildən etibarən Azərbaycanda daimi nümayəndəlik statusunda bir ölkə ofisi fəaliyyət göstərir. Bu da Azərbaycanla FAO arasında tərəfdaşlıq sazişinin imzalamasından sonra reallaşdı. Bu tərəfdaşlıq çərçivəsində biz iki istiqamətdə çalışırıq. Birincisi, dünya üzrə 130-dan artıq ölkədə fəaliyyət göstərən ofislərimiz sayəsində beynəlxalq bilik, texnologiya və təcrübəni Azərbaycana gətirdik. İkincisi, Azərbaycanda toplanan təcrübə və yaradılan bitkiləri digər ölkələrə ötürdük. Son 10 ildə biz Azərbaycanın kənd yerlərində fermerlərə kənd təsərrüfatı icmaları ilə çox sıx işləyirik. Kənd Təsərrüfatı Nazirliyi ilə güclü tərəfdaşlığımız var, lakin fəaliyyətimiz bununla məhdudlaşmır. Biz universitetlərlə, tədqiqat institutları ilə, fermer birlikləri ilə də əməkdaşlıq edirik. Kənd təsərrüfatı Azərbaycanın həm ərzaq, həm qida təhlükəsizliyi, həm də məşğulluq baxımından çox vacib bir sahəsidir. Kənd təsərrüfatının daha məhsuldar, daha gəlirli və daha davamlı olması kənd yerlərində yaşayan insanların rifahını yaxşılaşdırır. Eyni zamanda kənd təsərrüfatı Azərbaycanın bir çox vətəndaşları üçün sadəcə gəlir mənbəyi deyil, həm də bir həyat tərzidir. Biz bu insanlarla istər kişilər, istər qadınlar, istər köçərlər, istər adi fermerlər olsun, hər tərəfli dəstəyə gözləyirik. Biz bu sahədəki bütün icmalara dəstək veririk. Milli hökumətə siyasət, strategiya, investisiya sahəsində, institut və universitetlərə isə biliklərin Azərbaycana gətirilməsi və buradan dünyaya çatdırılması baxımından. FAO-nun Azərbaycanda iqlimə davamlı kənd təsərrüfatı və kənd yerlərinin dəyişdirilməsi barəsində nə düşünürsünüz?
İqlim dəyişikliyi bugün bütün dünya üçün ortaq və sərhədləri aşan bir problemdir. Ona görə də biz bu məsələni birlikdə həll etməliyik. COP29 tədbiri zamanı Azərbaycan bu sahədə çox önəmli bir addım atdı və beynəlxalq iqlim danışıqlarında ciddi bir iştirakçıya çevrildi. Kənd təsərrüfatı burada mürəkkəb bir rola malikdir. Həm iqlim dəyişikliyinə səbəb ola bilər, həm ondan zərər görür, həm də onun üçün həll yolları təqdim edə bilər. FAO olaraq biz 3 istiqaməti birləşdiririk. Kənd təsərrüfatının iqlimə təsirini azaltmaq üçün su resurslarının düzgün istifadəsi, kimyəvi maddələrin və pestisidlərin istifadəsinin azaldılması və digər iqlimə uyğun texnologiyalar və metodlarla fermerləri tanış etmək, iqlimə uyğun texnologiyalar və metodlarla fermerləri tanış etmək, FAO-nun baş direktoru tez-tez vurğuladığı bir fikri xatırladım. Daha azla, daha çox istehsal etməliyik, yəni daha az su, daha az gübrə və daha az kimyəvi maddə ilə daha çox və daha keyfiyyətli məhsul istehsalı təmin olunmalıdır. Azərbaycan su qıtlığı ilə yaşayan ölkələrdən biridir. Buna görə də suyun səmərəli istifadəsi və texnologiyanın kiçik ailə fermerlərinə çatdırılması bizim əsas məqsədlərimizdəndir. Biz eyni zamanda qadınları, gəncləri, uşaqları da bu sistemə cəlb edirik. Çünki gənclər bizim gələcəyimizdir və gələcəkdə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və qidalanmanı onlar idarə edəcək. Onların iqlimlə davamlı və dayanıqlı sistemlərdə fəal rolu vacibdir. FAO-nun Azərbaycanda gəncləri və qadınların kənd təsərrüfatında gücləndirilməsi istiqamətində gördüyü işlər barəsində ətraflı məlumat vermək istəyirsinizmi? Az öncə qeyd etdiyim kimi, qadınlar və gənclər həm Azərbaycanda, həm də bütün dünyada kənd təsərrüfatı sistemlərinin əsas oyunçularıdır. Tarix boyu qadınlar kənd təsərrüfatında mühüm rol oynayıblar. Azərbaycanda təxminən 700-900 min ailə təsərrüfatı mövcuddur. Bu təsərrüfatların əksəriyyəti 2 hektardan az torpaq sahəsinə malikdir və bu sahələr də bir neçə hissəyə bölünüb. Bu isə ailə üçün kifayət qədər gəlir əldə etməyi çətinləşdirir. Bu səbəbdən kişilər çox vaxt digər sahələrə, ya ölkə daxilində, ya da xaricdə işləyirlər. Təsərrüfat və ailə isə qadınların öhdəsinə qalır. FAO olaraq biz qadın fermerləri daha məhsuldar, daha səmərəli və daha gəlirli fəaliyyət göstərməkdə onlara texniki bilik, texnologiya və avadanlıq təqdim edirik. Qadın kooperativləri, qadın qrupları ilə əməkdaşlıq edirik və onların səmərəli fəaliyyət göstərməsi üçün təlimlər və layihələr həyata keçiririk. Gənclərlə bağlı isə kənd təsərrüfatına maraq yaratmaq üçün texnologiya və innovasiyanı bu sahəyə cəlb edirik. Onlara göstərmək istəyirik ki, kənd təsərrüfatı sadəcə dolanışıq vasitəsi deyil, eyni zamanda gəlirli bir biznes ola bilər. Kənd Təsərrüfatı Nazirliyi artıq kənd təsərrüfatını iqtisadi artımın mühüm motoru kimi görür. Gənclər və qadınların daha fəal iştirakı ilə biz Azərbaycanın kənd təsərrüfatının uzun müddətli dayanıqlığına nail ola biləcəyik. FAO-nun 80 illiyi münasibəti ilə keçirdiyimiz bu müsahibəyə görə sizə minnətdarlığımızı bildiririk. Sizlərə isə izlədiyiniz üçün təşəkkür edirik. Çox təşəkkür edirəm. FAO-nun 80 illik yubileyini bizimlə birlikdə qeyd etdiyiniz üçün. Bu əlamətdar gün bir daha bizə və tamaşaçılara xatırladır ki, kənd təsərrüfatı həyata önəmə malikdir. Biz gündə 3 dəfə səhər yeməyi, nahar və şam yeməyi zamanı fermerlərə ehtiyac duyuruq. Fermer olmasa, kənd təsərrüfatı olmasa, qida da olmaz. Qida olmasa, davamlı həyat da mümkün deyil. Ona görə də xahiş edirəm, fermerlərimizə diqqət yetirin, onların dəyərini bilin. Mən onları yüksək qiymətləndirirəm. Gəlin onları birlikdə təqdir edək. Təşəkkür edirəm.